Salam dəyərli izləyicilərimiz. Bugün Medlogos verilişimizin qonağı dəyərli həkimimiz, EEG mütəxəssisi və eyni zamanda uşaq nevroloqu Tayırova Raisa xanımdır. Hansı ki bizim uşaqların sevimli nevroloqu və valideynlərimizin çox böyük bir güvən mənbəyi. Həkimimiz, xoş gəlmisiniz. Xoş gördük. Necəsiz? Sağ olun, siz necəsiz? Yaxşı, çox yaxşı. Çox xoşdur mənə burada sizlə bir yerdə olmaq. İnşallah ki, maraqlı keçər. İnşallah ki, maraqlı keçəcək. Raisa xanım, sizi sadə formada özünüz necə təqdim eləyərsiniz? Bax, Raisa xanım kimdir? Raisa xanım, uşaq nevroloqa, özümü bildim biləli, yəni ancaq həkim olmağı düşünmüşəm. Yəni həkimlikdən başqa bir peşə heç vaxt ağlıma gəlməyib və düşünməmişəm. Eyni zamanda da anayam. Allah hamının balalarını saxlasın. Nə gözəl, Allah saxlasın. Tibb sahəsində ən böyük uğurunuz nəyi hesab edirsiniz ki, bax sizin qazandığınız hansı nailiyyət bu günə qədər tibb sahəsində ən böyük uğurunuzdur? Mənim tibbdə qazandığım ən böyük uğur elə bilirəm xəstələrimin güvənidir və xəstələrimin sevgisidir. Yəni bir xəstəm əgər mənə güvənirsə və həm də xəstələrimin şəfa tapmağıdır. Yəni əgər xəstə gəlib məndən bir yarar görürsə və uşaq onunla şəfasını tapırsa, sağalırsa, bunu mən özüm üçün uğur hesab edirəm və həmin vaxt özümü bir həkim olaraq da xoşbəxt hiss edirəm təbii ki. Əla, nə gözəl. Və mən belə başa düşdüm ki, siz həqiqətən də həkim olmağı çox arzulamısınız və mənə çox maraqlıdır. Uşaq Raisa niyə məhz həkim olmağı seçdi? Məqsədi nə idi? Və istəyi nə idi? Əslində bu məncə mənim seçimim olmayıb. Çünki mənim adımı babam qoyub, atamın atası və mənim adım da babam xəstələnib o vaxt Rusiyada həkimə gedib, onun bir həkimi olub, adı Raisa olub. Nə gözəl. Və onun adını mənə qoyub və həmişə atama deyib ki, bilmirəm ömrüm vəfa eləyər, görərəm, görmərəm, amma Raisa mütləq həkim olsun. Və həqiqətən də mənim hardasa 5-6 yaşım olardı. Babam rəhmətə getdi. Allah rəhmət eləsin. Sağ olun, rəhmət. Yəni ondan sonra artıq ailədə başqa ikinci bir mövzu yox idi ki, yəni özümü bildim biləli, mənə ailədə sən həkim olacaqsan deyilib və qabığaltıma o yeridilib. Amma yəni həqiqətən də indi düşünürəm ki, həkim olmasam, hansısa başqa bir peşəni seçə bilərəmmi? Məncə yox. Yəni özüm sevirəm peşəmi, çox sevirəm. Ona görə babaya uşaqları çox sevirəm. Yəni yaxşı ki elə həkim olmuşam. Yəni mən elə bilirəm ki, düzgün seçim olub. Onda belə başa düşürəm, babaya təşəkkür düşür. Bəli. Həqiqətən də. Nə yaxşı ki, baba bu istəkdə olub və nə yaxşı ki, sizi bizim cəmiyyətə qazandırıb. Çünki sizin kimi dəyərli həkimlərə çox böyük ehtiyacımız var. Sağ olun, çox sağ olun. Təşəkkür edirəm. Və mənə daha bir sual maraqlıdır. Ümumiyyətlə hansı xəstəlikləri müalicə eləmək sizdə böyük bir təəccüb yaradır, maraq yaradır, həyəcan yaradır, daha çox araşdırmaq hissi yaradır və hansı xəstəlikləri daha dərin araşdırıb, hətta tədqiqat halına, bir elmi araşdırma halına salmaq istəyərdiniz? Genetik xəstəliklər, bir mənalı neyrogenetik xəstəliklər. Bu son bir neçə gündür Türkiyədə bir hoca paylaşmışdı, Pınar hocam paylaşmışdı. Bətin daxili anada, uşaqda genetik xəstəlik aşkar olunmuşdu və bətin daxili genetik müalicəsi olunmuşdu. İndi düzdə uşaq doğulmayıb, amma böyük ehtimal ki, sağlam da olacaq. Yəni bu gələcəyin elə bilirəm ki, əsas bunun üzərində olacaq gələcəkdə tibb. Gen mühəndisliyi, genetik xəstəliklərin yaranma mexanizmi bizdə çünki xüsusilə uşaq nevrologiyasında çox böyük əksəriyyət xəstəliklərimiz genetikdir. Və onların da müalicəsi mənə həmişə maraq doğurur və həqiqətən də yəni onlarda artıq müalicə oluna bilən xəstəliklər var və gələcəkdə bu sayı daha çox artacaq. Elə bilirəm ki, gələcək tibbi daha çox bunun üzərində qurulmuş olacaq. Mükəmməl, həqiqətən də çox vacib bir sahədir və ölkəmizdə daha çox genişlənməyə ehtiyac olan bir sahədir deyə düşünürəm. Maariflənməyə ehtiyac olan sahədir. Bəli. İndi tam səmimi bir rəyinizi alacağam. Çünki məncə izləyicilərə də bu çox maraqlıdır, xüsusilə valideynlərə. Müayinələr zamanı otaqda olarkən, uşaqlarla o prosesi qurarkən və bəzən oyunda oynayarkən, bəzən səmimi olarkən, söhbət eləyərkən Raisa xanım uşaq obrazında neçə yaşına düşür? Özü neçə yaşında olur? Uşaq hansı yaşdadırsa o yaşa düşürəm. Yəni uşaqla uşaq kimi davranmağı,
böyüklə böyük kimi davranmağı bilirəm və mütləq mən də qəbula gələn bütün uşaqlarla onların anlayacağı, anlaşacağım bir dil qurmağa çalışıram. Çünki onda uşağı müayinə eləmək, anlamaq, problemin nədə olduğunu anlamaq daha asan olur və daha düzgün də elə bilirəm. Və nə enerji alırsınız bu prosesdən? Xoşbəxtlik. Mən işimi görəndə müayinə vaxtı ancaq yəni özümü xoşbəxt hiss edirəm xəstələrimdən uşağa. Düzdür, Allah bütün övladlara can sağlığı versin. İnşallah heç biri nevroloji xəstəliyi, xüsusilə bu müalicəsi olmayan xəstəliklərdən olmasın. Amma ən böyük zövq aldığım profilaktik müayinəyə gələn sağlam uşaqlar olur. Məsələn, aylıq profilaktik müayinələrinə gəlir. Məsələn, o uşaqları vaxt keçirtmək çox əyləncəli olur, mənə daha xoş olur. Əla. Bu günə qədər otağınızın qapısını açıb və içəri daxil olub və böyük bir dəyişikliklər göstərən hansı кейsiniz sizin üçün unudulmazdır və bu günə qədər də böyük bir fəxrinə və sevinclə xatırlayırsınız? Onu bizlə bölüşün. Əslində o uşağı mən sizin mərkəzi də göndərmişdim o vaxtda, Kazım. Kazım. Hə. Məsələn, o birinci autism spektr pozuntusu olan uşaq idi. O birinci dəfə girəndə qəbula çox yerlərdə olmuşdular, özünüz bilirsiniz. Bəli, bəli. Uşaq exolaliya səbəbindən danışa bilmirdi. Bəli, bəli. Nitq əslində var idi. Sadəcə olaraq o qədər exolaliya güclü idi ki, uşaq iletişimə girə bilmirdi. Yəni cilalanmış nitq yox idi. Yox idi. Və bir ay sonra həm tək burada mənim tək özümün zəhmətim deyil, sizin də mütəxəssis. Qarşılıqlı. Bu zaten komanda işidir. Əlbəttə. Bir yerdə olmalıdır. Və bir ay sonra mən o uşağı görəndə, yəni danışırdı. Sərbəst mənlə girdi otağa, danışdı. Təbii ki, biraz stereotipik davranışlar bunlar var. Amma yəni o qədər qısa müddətdə elə bir nəticə gözləmirdim. Nə hiss yarandı bu zaman sizdə? Nə hisslər keçirdiniz? Ancaq sevinç hissi ki, yəni faydalı ola bildim. Burada tək uşaqdan başqa ailəyə də faydalı olursan. Bir nevroloq ailənin gözündə kimdir? Bizə gələn xəstələr ən çox gəlib, məsələn, bugünkü pasientlərimdən misal çəkim. Rayonda yaşayan bir xəstəmizdir. Artıq bir ildən çoxdur gəlir yanıma və ancaq dərman müalicəsi eləyir. Təbii məşğələlərə, hər dəfə mən gələndə onlardan bir yarım saatımı ancaq buna ayırıram ki, tək dərmanla müalicə oluna bilən bir şey deyil. Amma ailələr bizdən möcüzəvi bir dərman gözləyirlər. Bəli. Ki biz o dərmanı verək, uşaq danışsın. Biz o dərmanı verək, uşaq düzəlsin. Təbii. Valideynlərə deyirəm, kim ki sizə onu desə, bilin ki, aldatmış olur. Çünki hələ ki tibbdə belə bir dərman yoxdur, kəşf olunmayıb. Mən dəstək verirəm, amma mütləq təlimlər şərtdir. Bir yerdə olmalıdır ki, düzdür, uşaq tək dərmanla hələ o uşaq davranışları xeyli düzəlib, artıq o pampers bezdən çıxıb, nitqində yavaş-yavaş, amma görün bir yerdə olsa, nə qədər nəticə yaxşı olar. Prosto rayondadılar, bura gələ bilmirlər. Dedim, imkan daxilində, heç olmasa rayonda gedim bunu. Nə gözəl. İstənilən formada ailənin bir yaxınına çevrilib, hətta onlara dəstək olmaq üçün əlinizdən hər gələni edirsiniz. Bizim onsuz da, məsələn, mən yeni çalışmağa başlayanda reabilitasyon xəstəxanada çalışırdım və orada daha çox uşaq serebral iflicli uşaqları görürdük. Yeriməyən, oturmayan, çox ağır vəziyyətdə olan uşaqları görürdük. İlk təzə olanda mənə işləmək çox çətin gəldi. Həm də orada ailələri də görürsən, anaların nə qədər əziyyət çəkdiklərini. Məsələn, orada analar olurdu ki, necə deyim sizə, yoldaşı atırdı, yəni ayrılırdı, uşağa baxmırdı, gedirdi. Bütün yük ananın üzərində qalırdı. Belə psixoloji faktorlar çox idi. Bir müddət o zaman hətta uşaq nevrologiyasını düzgün mü elədim, seçdimi düşünmədim, deyil. Amma sonra düşündüm ki, artıq bu məndən asılı olmadan bu problem var. Amma ən azından mən onlara necəsə faydalı olub kömək eləyə bilsəm, həyat şəraitlərini necəsə yaxşılaşdıra bilsəm, bunun özü böyük bir şeydir, yəni böyük bir uğurdur. Bu düşüncə ilə, yəni əlimizdən nə gəlirsə, nevroloji olaraq hal-hazırda tibbin əlindən nə gəlirsə, onu xəstələrə eləməyə çalışırıq.
Əla, mükəmməl. Raisa xanım, həqiqətən çox geniş şərhlər verirsiniz. Bax, sahənizlə bağlı bir dənə də səmimi fikir bölüşmək istəyəcəm sizlə. Çünki biz özümüz sizdən görüşəndə və yaxud da səmimi söhbətlər eləyəndə və yaxud da kolleqalarla bərabər oturanda sahəmizdə olan hansı yanaşmaları dəyişmək istəyirik, onunla bağlı çox rahat danışa bilirik. Bax, indi ümumiyyətlə mənə də maraqlıdır və izləyicilərimizə də maraqlıdır ki, bax, Raisa xanım hansı yanaşmaların ümumiyyətlə dəyişməyini istəyər? Tibdə olan İstəyir nevroloji qəbul prosesində, istəyir müayinə prosesində, istəyir valideynin sizi dinləməyi prosesində, istəyir qaydaların tətbiqində, istəyir müəyyən bir aparat müayinələrinin baxın, mən prosesində. İstədiyim, məsələn, biz gedib xarici ölkələrə, məsələn, Türkiyə, qardaş ölkə Türkiyəni görürük. Bəli. Oradakı xəstələrin aldığı imkanları buradakı xəstələrin də almağını. Məsələn, ən çox istədiyim şeylərdən biri bu olar. Çünki orada məsələn necədir? Dövlət tərəfindən müəyyən şeylər qarşılanır. Böyük əksəriyyət şeylər. Məsələn, orada həkimlər çox rahatlıqla bu müayinəni də eləyək, bunu da eləyək, orada bir şey çıxmadı. Geniş. Məhdudiyyət qoyurlar. Məhdudiyyət yoxdur. Çünki burada xəstənin maddi durumu ön planda deyil o baxımdan. Bizdə amma çox təəssüf ki, hələ ki bizdə belədir. Bəli. Yəni bunu məsələn dəyişmək çox istəyirəm ki, bizim xəstələrimiz də məsələn bizim rayondan gələn, ümumiyyətlə yəni maddi durumu biraz aşağı olan uşaqları da biz tam yoxlaya bilib diaqnozlarını tam dəqiqləşdirə bilək. Yəni onlar da yəni o necə deyim, o sinif fərqi hiss olunmasın. Belə deyək də, peşəkar yanaşmanı heç bir əlavə sualsız tətbiq eləmək istəyirsiniz. Bəli. Nə gözəl. Tam düzgün. Mükəmməl. Belə bir sual da verim sizə, Raisa xanım. Ümumiyyətlə mənə həmişə maraqlı olub ki, psixiatrlardan bu sualı tez-tez soruşuram. Nevroloqdan heç soruşduğum olmayıb. Aciz qaldığınız xəstəlik olubmu? Uşaq xəstəliklərindən nevrologiyada. Olub. 2 yaşında artıq o uşaq rəhmətə də getdi. Sandov xəstəliyi qoymuşduq diaqnozu. Tibbdə müalicəsi olmayan bir xəstəlikdir, genetik bir xəstəlikdir. 2 yaşında diaqnozunu qoyduq, 3 yaşında da artıq uşaq rəhmətə getdi. Çox sağ olun. Amma bir ailəyə belə faydalı olduq ki, diaqnozu biz qoyanda birinci xəstəni əlavə dərmanlardan qurtarmış olduq. Əlavə boş-boş valideynlərin o pul xərcləyirlər ora-bura. Ortada da bir nəticə yoxdur. Bundan valideyn qurtulmuş oldu. Uşağının problemi nədir bilmiş oldu. Bir də gələcək evlad. Məsələn, qohum evliliyi idi və ana hamilə idi. Biz xəstəliyin diaqnozunu qoyanda amniosentez yolu ilə anadan maye götürüldü. O uşağın xəstə olub olmadığına baxıldı və uşaq şükür sağlam çıxdı və dünyaya da gəldi. Ailə artıq bildi ki, genetik olaraq bu xəstəlik onlarda var. Bu da sizin böyük dəstəyiniz oldu. Bəli, genetik olaraq bu xəstəlik var. Artıq ailə növbəti uşaq düşünəndə də mütləq bu şəkildə, artıq ağıllı şəkildə uşaq dünyaya gətirəcəklər. Bu xəstəliyin əlamətlərindən bir qədər danışa bilərik. Bu uşaq deməli 6-7 ayına qədər normal inkişaf etmiş uşaq idi. Ondan sonra valideyn normal dedikdə yəni artıq başını tuturdu. Uşaq nə etməlisə onu edirdi. Amma həkimə ilk müraciət 8 ayında olub uşaq oturmur deyə və uşağa diaqnoz qoymuşdular uşaq serebral iflici. Bizə gəldi, müayinə baxdı. Mən heç serebral iflicə bənzətmədim bu uşağı. Qıcolmaları da başlamışdı. Artıq yaş yarım idi. MRT müayinəsi etdik. Orada demyelinizasiya əlamətləri gördük. Bu demyelinizasiyada genetik xəstəlikləri düşündürür bizə və ona görə ailə ilə qərar verdik. Onlar da sağ olsunlar, nə dedim etdilər. Genetik analiz verdik ki, uşağın dəqiq diaqnozunu bilmiş olaq. Yəni müalicəsi varmı, yoxmu? Nədir xəstəlik? Yəni müalicə oluna bilən bir şeydirmi, yoxsa deyilmi? Çox təəssüf ki, müalicə olunmayan bir şey çıxdı. Çox təəssüf. Amma biz yəni uşaq dünyasını dəyişənə qədər qıcolmalarını ancaq kontrol altında saxlaya bildik. Amma ən azından nəsə bir köməklik eləmək olur. Bəli, təbii ki. Bəli. Və daha sonra onu da demək unutdum. Görmə itirilir bu uşaqda. Yəni get-gedə itirir. Get-gedə qıcolmalar, görmənin itməsi və artıq bir müddət sonra beyində geri dönülməz dəyişikliklər olur və itiririk biz bu xəstələri. Pasiyentlərinin qayğısına qalan, onları çox dərindən düşünən, belə desək, kifayət qədər onlara çox vaxt ayıran, dinləyən, əzizləyən Raisa xanım bəs özünü də günahkar hiss edirmi bəzən övladlarından
hər hansı bir mövzuda, hər hansı bir vaxt keçirtmədə və yaxud da ki, zaman ayırmada, yoxsa bu balans qorunub tam saxlanır? Amma tam səmimi. Mən bu sualı övladlarımdan soruşmuşam. Çünki mən özüm kənardan artıq Allah şükür böyüdülər. Yəni ona görə bu suala cavab verə bilirlər. Özüm onlardan soruşmuşam ki, mən sizə vaxt ayıra bilirəmmi? Onlar da mənə dedikləri odur ki, bəli mama, yəni elə vaxt olur ki, hə, az vaxt ayırırsan, amma böyük əksəriyyət vaxtı bacardığım qədər o var balanslaşdırma, yəni səmərəli vaxt keçirtmə. Yəni gün ərzində 1 saat da keçirərsən, amma o 1 saatı uşağını dinləyərsən. Məktəbdə olan problemi varsa onunla maraqlanarsan, dərslərinlə bağlı, bugün məktəbdə nə olub onunla bağlı. Yəni bacardığım qədər balansda tutmağa çalışıram. Yəni çalışıram. Ana Raisa xanımı balansda tuturuq. Bacardığım qədər bəli. Hə, bacardığım qədər bəli. Sevindirici dəqiqətən. Yorulmuram, təbii ki, yoruluram. Amma mənim üçün uşaqlarım, ailəm, yəni ön plandadır. Yəni təbii ki, həkimliyi sevirəm, amma yəni eyni dərəcədədir deyərəm. Əla. Belə bir pasiyent yanaşması var. Doktor, zəhmət olmasa bizə az dərman yazın. Biz çox dərman içməyi sevmirik, bizə az dərman verin. Bu fikirlə çox tez-tez rastlaşırsınızmı və bu fikir sizdə ümumiyyətlə nə yaradır? Mən burada xəstələrə haqq verirəm. Çünki lazımsız dərmanların yazılması çoxdur və baddar deyirik. Bioloji əlavə maddələrin yazılması çox olur və xəstəyə lazımsız çox yükləmək tərəfdarı deyiləm. Yəni dərman lazımdırsa verilməlidir. Çünki mənim məsələn qəbulda dərman yazmadığım kifayət qədər xəstəm olur. Görmüşəm və şahidi də olmuşam. Hə, yəni çünki dərmana ehtiyacı yoxdur. Bəli. Yoxdursa biz ona nə dərman yazaq, yəni. Bir də mən pasiyentlərimdən də biləcəklər onu, diaqnozu qoymadığım bir xəstəyə dərman yazmıram. Yəni məndən asılı deyil bu. Məsələn, çünki mən bilmirəm bu xəstəlik nədir. Mən nəyə müalicə yaza bilərəm? Və araşdıra bilmədiyim, diaqnozu qoya bilmədiyim xəstələr çox vaxt məndə qalmırlar. Çünki araşdıra bilmirəmsə, diaqnozunu qoya bilmirəm. Əla. Bunu mən şahidi olmuşam və məhz ona görə də bu sualı sizə təsadüfən vermədim. Raisa xanım həqiqətən də çox detallı baxmadan və çox net qərar vermədən heç bir zaman dərman yazmır. Bu baxımdan hər zaman çox rahat güvənə biləcəyim bir istiqamətdir bu. Mən də sizə təşəkkür edirəm. Nəyə görə? Çünki bizim bilirsiniz, reabilitasiya prosesi aparırıq, istəyir psixoterapiya prosesi aparırıq. Bu zaman dərman yüklənməsi varsa bizim işimiz alınmır. Yəni ona görə də biz daha çox çalışırıq ki, mütəxəssis, həkim, nevroloq istər-istəməz ən uyğun dərmanları və müəyyən bir miqdarda yazsın ki, biz işimizi çox rahat görə bilək. Yenə də tam səmimi suallardan birinə keçəcəm. Ümumiyyətlə, hər bir həkimin bir uşaq obrazı var, bir yeniyetmə obrazı var, bir həkim obrazı var və bir yaşlı obrazı var. Deyək ki, indi hal-hazırda əgər otağımıza bir uşaq Raisa, bir yeniyetmə Raisa və bir bugünkü həkim Raisa və eyni zamanda da bir yaşlı Raisa girsə, hansından daha çox otaqda tək qalıb söhbət eləmək istəyirsiniz? Mən indiki halımdan, yəni indiki vəziyyətimdən çox məmnunam. Yəni indiki yaşımdan, indiki həyata baxışımdan, indiki olduğum yerdən yəni çox razıyam. Ona görə və indi özümü də yaşımdakı kimi hiss eləmirəm. Neçə yaşında özünüzü hiss eləyirsiniz Raisa xanım? 24-25. Bunu yəni ruhum belədir. Nə gözəl. Bu yaşda özümü hiss eləyirəm. Məncə uşaqlarla gündəlik ünsiyyətlə bağlıdır. Ola bilər. Ondan məncə də uşaqlarla işlədiyimizlə bağlı. Çünki pediatrlardan da bu sözü eşidirəm. Bəli. Yəni onunla bağlı, yəni indiki vəziyyətim. Yəni indiki nə danışardınız indiki mən Raisa ilə, həkim Raisa ilə? Nə danışmaq istəyirsiniz? Əslində danışmaq istəyərdim, yox, özümə, yəni ən azından özün bacarıbsan, afərin sənə deyərdim. Bravo. Həqiqətən çox maraqlı bir yanaşmadır. Daha bir sual vermək istəyirəm sizə. Gələcək istiqamətdə sizin planlar. Yəni bir həkim olaraq 5 il sonra Raisa xanım nələr eləmək istəyər bir həkim olaraq? Nə yeniliklər, addımlarını atmaq istəyər? Azərbaycanda hansı yenilikləri, nələri gətirmək istəyər? Mən son zamanlar özünüz bilirsiniz, bu autizm spektr pozuntusu çox yayılıb.
onunla bağlı bir şeylər eləmək istəyirəm. Nə məsələn? Məsələn, elmi iş götürəcəm inşallah. Elə bu gün də onunla bağlı görüşümüz olmuşdu. Onda autizmə aid bir şey götürmək istəyirəm. Nevroloji aspektlərindən və ya autizm spektr pozuntusu olan uşaqların EEG-dəki olan dəyişikliklərindən, elektroensefaloqramada olan dəyişikliklərindən. O zaman düşünürəm, mən sizə böyük dəstək ola bilərəm. Mənim dissertasiya mövzum autizm uşaqlar və onların reabilitasiyasıdır. Çox yaxşı. Artıq müdafiə ərəfəsindəyim və düşünürəm ki, sizə çox böyük dəstək ola bilərəm bu sahədə və nə yaxşı ki, artıq mənlə bərabər bu sahədə yeni bir elmi iş yazan kimsə olacaq. Çox sevindirdiniz məni. Çox şad elədiniz həqiqətən də. Rəisə xanım, bəs bugünkü gün müasir xəstəliklərin müalicəsində və ya müayinəsində ən çox siz nələrə fikir verirsiniz? Yəni bir həkim olaraq yanaşmanız nədir? Həkim olaraq mənim əsas yanaşmam birinci xəstə həqiqətən müraciət olunan xəstədə bir xəstəlik varmı? Əgər bir xəstəlik varsa, diaqnozu qoymağa çalışıram, biz tərəfdən olan bir şey varsa və uyğun diaqnoza uyğun da müalicə təyin eləmək. Yəni mənim iş prinsipim budur. Müalicə olunmayan xəstəliklər çıxanda da bu xəstələrin həyat şəraitini yaxşılaşdırmaq. Və ya bizə indi özünüz bilirsiniz, autizmli uşaqlar tək psixiatra getmirlər, nevroloqlara da çox müraciət edirlər və kifayət qədər də elə pasientlərim var. Və valideynlər çox gözəl bilirlər ki, müalicəsi yoxdur, çox gözəl bilirlər ki, artıq bununla barışmalıdırlar, amma ən azından onların həyat şəraitini yaxşılaşdırmaq. Yəni valideynlər daha komfortlu yaşasınlar, uşaqlar daha rahat yaşasınlar. Yəni bunu əldə etmək, buna çalışmaq. Bəli, reabilitasiyaya necə münasibətiniz necədir ümumiyyətlə? Reabilitasiya bizim işin böyük bir parçasıdır. İstər motor gecikən, yəni oturan, yeriməyən uşaqlarda olsun, yəni cerebral palsi uşaqlarda olsun, istər müəyyən bir səbəbdən olan nitq geriləməsi və əqli geriliyi olan uşaqlar olsun, əvəz olunmaz bir parçasıdır və çünki bayaq da vurğuladım, bizdəki xəstəliklərin çox təəssüf ki, çoxsunun dərman müalicəsi konkret yoxdur və biz xəstələrə müəyyən qədər dərmanla kömək edə bilirik. Burada artıq bir yerdə olmalıdır. Həm dərman müalicəsi olmalıdır, həm xəstənin reabilitasiyası olmalıdır. Həqiqətən də çox dəyərli fikirlərlə qeyd elədiniz bunları. Çünki bugünkü gün reabilitasiya olmasa, pasiyentin aldığı dərman terapiyasının effekti belə o qədər hiss olunmur. Nəyə görə? Çünki dərman və reabilitasiya paralel getdiyi zaman o az öncə təəccübləndiyiniz o vakaların nümunəsini görə bilirik, həqiqətən müşahidə edə bilirik və ənənəvi səmimi suallarımızdan biri, az öncə zaten bir sual vermişdim sizə. Bəlli bir illər keçəcək təbii ki, Rəisə xanım. Siz elmi işi də yazacaqsınız, uğurları da qazanacaqsınız, müəyyən bir elmi adlar da olacaq. Artıq yəqin ki, nənə olacaqsınız və yaxud da ki, sahənizdə bir pik, belə desək, statusları da qazanacaqsınız. Həmin o yaşlı Rəisə, əgər oradan geriyə baxsa, məhz nələrə daha çox fikir verər, nələri daha çox qeyd eləyər, etmədikləri nə qala bilər ümumiyyətlə? Mən Allah şükür bu yaşıma qədər nə istəmişəmsə, hər şeyi həyatda etmişəm. Yəni olub. Allah onu mənə bir türlü müəyyən bir yolla, axır ki onu eləmişəm. İndən sonra eləmək istədiklərimi əgər eləyə bilməsəm, o zaman, amma bu yaşıma qədər eləmək istədiyim böyük əksəriyyət şeyləri etmişəm deyə düşünürəm. Amma indən sonrasını bilmirəm uca. Yəni indən sonra əgər o yaşlı Rəisanın yerinə qoya bildiniz özünüzü? Qoya bilmədim, yox. Çətin oldu deyəsən. Amma düşünürəm ki, o Rəisə xanım da kifayət qədər artıq dünya görüşdü, hər tərəfli düşünən və bu qədər elmi düşüncələri artırmış bir xanım olaraq tam sizə onu deyirəm də ruhum cavandı deyən, özümü o yaşlı şeydə təsəvvür edə bilmədim. Mükəmməl. Hələ belə cavabımız olmamışdı. Yəni mən illərdir bu sualın üzərində işləyirəm, amma həqiqətən də maraqlı yanaşmadır. Çox fərqli yanaşma oldu. Bir də doktor, əsas nəyə bugün bir də fokusunuzu çəkmək istəyirəm? Ümumiyyətlə, həkimlərdə elə bir məqam olurmu ki, həkim olduğu üçün belə peşman olsun? Bir anlıq belə olsa, yəni o peşmançılıq hissini keçirtsin.
Məndə bu günə qədər şükür Allaha olmayıb. Artıq 15-16 ildir də işləyirəm. Yəni bu günə qədər mənim praktikamda elə bir şey olmayıb. Amma indi həkim yoldaşlarımda olubmu, onu deyə bilmirəm. Əla. Məndə olmayıb. Əla. EG ilə bağlı sual vermək istəyirəm. Buyurun. Mən öz praktikamdan bilirəm ki, EG müayinəsinə yönləndirmə bizim sahədə ən ağır mövzulardan biridir. Çünki çoxlu bilmədiyimiz, dəqiqləşdirmədiyimiz yanlışlar var. Bu yanlışlar da təbii ki, EG müayinəsi olmadıqda yanlış diaqnozlara səbəb olur, yanlış dərmanlara səbəb olur. Sizin buna münasibətiniz nədir? EG müayinəsinə gəlinəndə olunan valideynlərin ümumiyyətlə ən çox olan qorxu birinci sual verirlər ki, doktor şuadırmı? Uşağa bir ziyanı varmı? Və şuadımı? Deyil, şüa deyil. Elektroensefalogramma qətiyyən heç bir şüa deyil. Beynin normal, bizim beynimiz normal çalışan zaman özündən elektrik enerjisi hasil edir, buraxır. Həmin o elektrik enerjisini qeydə alır. Necə ki, ürəyin EKG-si, bu da eyni bir şeydir. Yəni, beyin necə çalışır? Bu suala cavab tapırıq. Və olunan yanlışlardan biri də bəzən görürsünüz ki, müayinəyə göndərirlər. Məsələn, spektr pozuntusu olan bir uşaqdır və oyaqlıq EEG-si. Bu uşaq oyaqlıqda dayanmayacaq. Yəni, bu uşağın oyaqlıqda qışqıraraq, ağlayaraq, özünü ora-bura çırparaq EEG çəkilməsi yol verilməzdir. Çünki biz orada ancaq artefakt görəcəyik. Bu zaman nə edirsiniz, doktor? Ən çox yuxu zamanı tövsiyə edirik. Əgər gündüz gətiririksə xəstəni tövsiyə edirik gecəni yatızdırmasın, gündüz gəlsin, yüngül bir sedativ melatonin veririk adətən. Ondan sonra yatırlar və yatandan sonra o proseduru sakit şəkildə yerinə yetiririk. Bir də burada biz epilepsiya, daha doğrusu autizm uşaqlara EEG çəkiriksə, yuxu mütləq, ümumiyyətlə elektroensefalogrammanın ayrılmaz bir parçasıdır yuxu. Yəni, çünki yuxuya gedən zaman beyin aktivliyi tamamilə dəyişir və oyaqlıqda görmədiyimiz hər şey yuxuda biz görə bilirik. Ona görə elektroensefaloqrafiya müayinəsi keçiriksə bir xəstə, idealı budur, oyaqlıq və yuxu. Amma əgər çəkə bilmiriksə oyaqlığını, mütləq şəkildə bu prosedur yuxuda icra olunmalıdır. Mükəmməl. Sonda bir sual. Bugün Raisa xanım işə xoşbəxtmi gedir? İşə? Hə, çox xoşbəxt gedirəm. İşimdən çox razıyam, kollektivimdən çox razıyam. Hər iki yerdən, istər referansdan, istər Leyla Medicaldan və Allaha min şükür, Allah həmişə məni yaxşı kollektivlə, yaxşı insanlarla qarşılaşdırıb. Bugünə qədər harda işləmişəmsə, zaten pis olan yerdə olmur. Qala bilmirəm. Yəni, əgər bir yerdə səmimiyyət yoxdursa, bir yerdə, necə deyim, yaxşı anlayış yoxdursa, orada mən onsuz da çox qala bilmirəm. Nə gözəl. Mən sizə təşəkkürümü bildirirəm, doktor. Çox sağ olun. Zamanımız yenə də sürətli bir şəkildə uçub. Çox mən çəkiliş olduğunu hiss eləmədim. Sadəcə sizlə söhbət edirəm. Bəli. Bizim elə ənənəvi söhbətlərimizdən bunun heç bir fərqi olmadı. Necə ki, orada səmimi idiniz, elə də burada səmimi oldunuz. Mən sizə dərin minnətdarlığımı bildirirəm. Çünki bu günləri çox saylı valideynlərə dəstək oldunuz. Elə şəxslərə dəstək oldunuz ki, onlar gələcəkdə həkim olmaq istəyirlər. Həkimliyi dərindən anladılar və milyonlarla yeniyetmələr bugün bəlkə də efir qarşısında sizi izlədi. Sizdən böyük, yaxşı mənada bir nümunə götürdülər öz həyatları üçün. Bu qədər səmimi və sadə olduğunuz üçün təşəkkür edirəm. Sağ olun, mən təşəkkür edirəm. Bir də sonda o həkim olmaq dediniz, onu demək istəyirəm. Əgər bizi dinləyən və gələcəkdə həkim olmağı düşünən şəxslərə, yəni insanlara səslənirəm, mütləq bu sənəti sevməlidirlər. Əgər sevmirlərsə çətin olacaq. Yəni, çünki belə deyim də, eşitmişəm ətrafdan ki, insanlar çünki gəlir ancaq problemdən danışırlar. Yəni, əgər bu sənəti sevirlərsə, həkim olsunlar. Yox, əgər, yəni məqsəd olsun sənəti sevmək. Oğlum mənim istəyir inşallah, hələ bilmirik, fikrin dəyişəcək, dəyişməyəcəksə. Ondan soruşdum ki, niyə həkim olmaq istəyirsən? Mənə cavab verdi ki, mən insanlara kömək eləmək xoşuma gəlir. Yəni, ona görə ona
maneçilik törətmədim. Çünki Anamın bilirəm ki, yolunu o davam olacaq. eləyir. Bilirəm ki, o olacaq, onda alınacaq. Nə gözəl, nə gözəl və sevgi ilə yolumuzu davam eləyək və sevgi ilə müalicələrimizi həyata keçirdək. Çünki sevgi dünyanı xilas etdiyi kimi insan sağlamlığına da ən böyük töhfədir. İnşallah növbəti görüşlərimizdə görüşərik. Sağ olun.